Əyyub Peyğəmbərin kitabında 11-14-də bu sözlər yazır. Günahın varsa ondan əl çək. Qoyma pislik çadırında sakin olsun. Qoyma qalsın. Qoyma, məğlub olacaqsan. Qoyma, o günah səni cəhənnəmə aparacaq. Rəbbin qarşısında etiraf et. Onsuz da onun qarşısında hər şey açıq-aşkardır. Görür hər şey. Bir şey istəyir ki, biz ona etiraf edək. Biz boynumuza alaq. Daxildə olan günahlarımızı yalnız Rəbb təmizləyə bilər. Yalnız Rəbb götürə bilər. Onu heç bir həkim, heç bir insan buna edə bilməz. Biz etiraf etməklə Rəbb bizi təmizləyir. O sadiqdir sözünə. Məhz İsa Məsih buna görə gəldi ki, bizim günahlarımıza görə öz müqəddəs qanını axıtsın. Onun qanı qadirdir ki, bütün günahlarımızı yusun. Elə bir günah yoxdur ki, o qan yuya bilməsin. Sadəcə bir şey lazımdır, etiraf etmək. Etiraf ediriksə, Rəbb sadiq bağışlayacaq. Rəbb hazırdır yenidən bərpa etməyə səni. Rəbb hazırdır yenidən qaldırmağa. O gözləyir. Bəs sən necə hazırsanmı ona öz günahlarını etiraf etməyə?